Salam dostlar, Doktor Nemo kanalına təşəkkür xoş gəldiniz. Adım Elvindir. Bugünkü videoda mən sizə çox istifadə etdiyimiz, həyatımızın demək olar ayrılmaz bir parçasına çevrilmiş, amma mexanizm haqqında düşünmədiyimiz bir mövzu haqqında danışacağam. Dərmanlar orqanizmə necə təsir edir? Gəlin aydınlaşdıraq. Öncə onu bildirək ki, dərmanlar elə bir birləşmələrdir ki, ondan məhz xəstəliklərin ya müalicəsi üçün, ya da önləyici tədbir görmək üçün istifadə edirik. Dərmanlar xəstəliklərin müalicə olunmasında, müəyyən patoloji simptomların aradan qaldırılmasında, eyni zamanda müəyyən xəstəliklərin profilaktikasında istifadə olunan birləşmələrdir. Dərmanlar müxtəlif formalarda olurlar. Bildiyimiz tabletkalar, kapsullar, məlhəmlər, kremlər, iynələr və s. olur. Dərmanların orqanizmə təsir etmə, yeridilmə yolları da müxtəlifdir təbii ki. Ən çox bunlardan yayılmışı ağız yolu ilə, yəni oral şəkildə istifadə olunan preparatlardır. Kapsullar, tabletkalar, müəyyən siroplar, suspenziyalar məhz oral yolla orqanizmə daxil edilir. Çox zaman insanlar elə düşünürlər ki, mən dərmanı içən kimi mənə təsir etməlidir. Yəni mən onu içdim, dərhal da nəticəsini görməliyəm. Təbii ki, bu belə deyil. Müəyyən bir müddət keçməlidir. Ümumiyyətlə, dərmanları biz qəbul edərkən istənilən formada, oral yolla, parenteral yolla, yəni vena daxili, əzələ daxili, dəri altına və ya müəyyən plastra şəklində fərq etməz. Hər bir dərmanın keçdiyi əsas 4 mərhələ var. Birinci, dərmanları, məsəl üçün biz oral yolla dərman qəbul ediriksə, öncə bu sovrulma prosesini həyata keçirir. Sovrulma prosesi də dərmanın növündən asılı olaraq müxtəlifdir. Tez sovrulanlar var, bir qədər uzun çəkənlər var. Təbii ki, hər biri üçün bu müxtəlifdir. Sovrulandan sonra isə həmin o dərman preparatı qan dövranına keçir və qanda olan müxtəlif qan zülalları ilə birləşərək orqanizmin müxtəlif yerlərinə daşınma prosesi həyata keçirilir. Yəni, ikinci mərhələ yayılma mərhələsidir. İkinci mərhələdən sonra, yəni dərman preparatı qan dövranından orqanizmin müxtəlif yerlərinə çatdırılandan sonra burada lazım olan metabolizm, maddələr mübadiləsi prosesinə məruz qalır və burada əsas dərmanın təsiri də məhz burada görülməyə başlayır. Bu metabolizm mərhələsidir. Dördüncü mərhələsi isə onun eliminasiya olunma mərhələsidir ki, həmin bu dərman preparatları metabolizmə uğradıqdan sonra, müəyyən çevrilmələrə məruz qaldıqdan sonra, müəyyən hissəsi zərərsizləşdirilərək son məhsula qədər mübadiləyə uğradılaraq orqanizmdən xaric olunma dövrü hesab olunur. Dərmanlar sovrulduqdan sonra yayılma prosesi həyata keçirilərkən onun təsir etmə mexanizmi təsadüfi deyildir. Belə deyək, dərmanların təsir etmə mexanizmi başa düşmək üçün əslində açar-qıfıl mexanizmini anlamaq lazımdır ki, çox sadə bir prinsipdir təbii ki, hər qıfılın özünə məxsus açarı vardır. Digər açarlar təbii ki, o qıfıla düşmür. Dərman preparatları da bu şəkildə təsir göstərir. Məhz qan dövranı vasitəsilə yayılan dərman lazım olan yerlərdə bir sıra biokimyəvi proseslərdə iştirak edir. Müəyyən bloklanma, müəyyən aktivləşdirilmə proseslərini həyata keçirəndən sonra öz təsirini göstərməyə başlayır. Məsələn, təsəvvür edək ki, hər hansı bir xəstə hipertenziyadan əziyyət çəkir və onun qan təzyiqi təbii ki, yüksəkdir. Həkim tərəfindən təyin olunan qan təzyiqini aşağı salmaq üçün olan hər hansı bir preparat qəbul olunduqdan sonra, məsələn, tabletkanı qəbul etdikdən sonra o mədə-bağırsaq traktından sovrulur və damarda olan müxtəlif həmin o qıfıla çataraq ki, buna tibbdə reseptor deyilir. Hər hüceyrənin özünün xüsusi reseptorları var, müxtəlif prosesləri həyata keçirmək üçün, müxtəlif biokimyəvi prosesləri həyata keçirmək üçün həmin bu reseptor maddələr vardır ki, onları da qıfıl kimi təsəvvür edin, amma qəbul olunan dərman isə açar rolunu oynayır və həmin damarlarda yerləşən reseptorlara təsir edərək qan təzyiqini salmağa başlayır. Daralmış qan damarı genişlənir və nəticədə qan təzyiqi aşağı enir. Bu təbii ki, primitiv misallardan biridir. Qan təzyiqini salan dərman preparatları təbii ki, müxtəlifdir və müxtəlif mexanizmlərlə təsir edir. Sadəcə prinsipi izah etmək üçün bu sadə metoddan istifadə etməyi məqsədə uyğun bildim. Burada əsas vacib rolu oynayan təbii ki, reseptorların olmasıdır. Reseptorlar başqa bir misalla təsəvvür etsək, sanki bir ünvandır ki,
həmin hər hansı bir məhsul belə deyək, tam olaraq ünvanına çatdırılmalıdır ki, bu proses sona çatsın. Burada da belədir. Dərman qəbul olunduqdan sonra sanki həmin məhsul kimi ünvanına çatdırılır. Belə deyək. İndi burada qovuşandan sonra, həmin dərman preparatının reseptor qovuşandan sonra orada müəyyən biokimyəvi proseslər aktivləşir. Aktivləşəndən sonra da dərmanın təsirini görə bilirik. Demək ki, dərmanı içən kimi biz və yaxud da onu vena daxilində, əzələ daxilində fərqi yoxdur. Hər hansı bir formada istifadə ediriksə, biz onu dərhal təsirini görə bilmərik. Həmin bu proseslərdən keçməlidir ki, əsas sovrulma, paylanma və qovuşma mərhələləri olmalıdır ki, nəticədə biz dərmanın təsirini görmüş ola bilək. Misal, asma xəstələrində istifadə olunan çox geniş yayılmış, bəlkə də çoxlarımızın tanıdığı salbutamol preparatı ki var. Deyək ki, bir insan asmatik vəziyyətdən, belə deyək, asmatik statusuna əziyyət çəkir və ona həkim tərəfindən təyin olunmuş salbutamol istifadə olunduqdan sonra ki, bu dərman aerozol yolundan istifadə olunur, həmin preparat nəfəs yoluna keçərək orada bronxlarda yerləşən reseptorlarla birləşir. Birləşdikdən sonra dərhal təsirini göstərir. Həmin preparatı başqa nahiyələrə istifadə etsək, həmin nəticəni ala bilmərik. Çünki həmin dərmanın reseptoru, yəni onun bu açarın keçə biləcəyi qıfıl yalnız bronxların əzələ qişasında yerləşir. Bütün bunlarla yanaşı, bəzən dərman preparatları eyni olsa belə, iki şəxsdə eyni xəstəlik olsa belə, həmin dərman iki insana eyni cür təsir etməyəcək. Bir insanda müalicə metodunda istifadə olunan həmin dərman onda yüksək bir nəticə verirsə, həmin xəstənin sağalmasına səbəb olursa, digər xəstədə isə bu nəticəni ala bilmirik. Bunun bir sıra faktorları, bir sıra səbəbləri vardır ki, bunlara diqqət etmək lazımdır. Çünki bu insanlar arasında geniş yayılmış bir sualdır. Niyə bəs mən də alıram bu dərmanı və yaxud da həkim mənə də təyin edir, amma məndə bir nəticə vermir. Bunu bilmək üçün müxtəlif faktorları nəzərdən keçirməyimiz lazımdır. Birincisi, yaş faktoru. Fərqli yaşda dərmanların təsir mexanizmi də fərqli olur. Çünki yaşdan asılı olaraq, məsələn, gənc insanda metabolizm daha fərqli, daha sürətli gedirsə, yaşı bir qədər çox olan və yaxud da yaşlı bir şəxsdə metabolizm daha zəif gedir. Onlarda yaşla əlaqədar olaraq digər orqanların da fəaliyyətində dəyişikliklər görünür. Yəni, bütün bunlar dərmanların təsir etmə mexanizminə birbaşa təsir edir. Xəstənin çəkisi ola bilər. Arıq insan üçün və kök insan üçün təyin olunan dərman dozası tamam fərqli olur. Çünki az öncə biz dərmanın yayılması haqqında da məlumat verdik. Dərmanı hansı dozada təyin etməlisən ki, o bütün bədənə yayıla bilsin. Çəkisi çox olan insana normal şəklində qəbul olunmuş bir dozanı vermiş olsaq, o bədənə yayılsa belə tam olaraq nəticəni əldə edə bilməyəcək. Çünki tam olaraq paylanıb çatdırıla bilmir. Ona görə də burada çəki faktoru da böyük bir rol oynayır. Arıq insanlara, çəkisi az olan insanlara fərqli doza təyin olunur, çəkisi çox olan insanlara isə daha yüksək dozalar təyin olunur. Burada genetik faktor da rol oynayır. Hər bir insanın fərqli gen strukturu var da, bilirsiniz. O dərmanı qəbul edən reseptor ki var, müəyyən insanlarda olmaya bilər. Yəni, həmin şəxs o dərmanı qəbul etsə, orqanizmdə heç bir proses getmir, yəni bizə lazım olan heç bir faydalı proses getmir və ya olduğu kimi xaric olur, ya müəyyən qədər metabolizmə uğradılmış formada orqanizmdən xaric edilir. Yəni, gen faktoru da böyük əhəmiyyət daşıyır. Daha sonra, qaraciyərin və böyrəklərin vəziyyəti haqqında danışmamaq da düzgün olmazdır. Belə deyək, orqanizmlə qəbul olunmuş bütün preparatlar, dediyim kimi, sonda eliminasiya uğradılır, metabolizmə uğradılır və xaric olunur. Çünki dərman maddələri orqanizmin özünə aid olan maddələr deyil. Və yaxud da özümüzdə olan müəyyən maddələr belə olsa da ki, elə preparatlar var ki, orqanizmdə olan maddənin çatışmazlığı üçün təyin olunur. Misal, melatonin azlığı var və biz xəstəyə melatonin təyin edirik. Həmin melatonin bir müəyyən bir dozaya qədər çatır ki, öz funksiyasını həyata keçirə bilsin. Dediyimiz kimi, qaraciyər və böyrəklərin vəziyyəti çox böyük bir rol oynayır. Elə onu gətirdim izahatı. Qəbul olunan bütün dərman preparatları qaraciyərdə metabolizm uğrayır. Qaraciyər daha çox onu zərərsizləşdirir. Belə deyək, dərman preparatını biz oral yolla qəbul ediriksə, burada qismən mədədən və əsasən də nazik bağırsaqlardan sorulan bu
dərman preparatları mütləq şəkildə portal damar sisteminə keçir ki, bu damar vasitəsilə qaraciyərdən həmin dərman keçmiş olur. Qaraciyərin vəziyyətindən asılı olaraq dərmanın təsirini də müəyyən etmək, dərmanın təsirini görmək mümkündür. Qaraciyərdən keçdikdən sonra müəyyən bir hissəsi zərərsizləşdirildikdən sonra qalan hissəsi qan dövranı vasitəsilə bədənin müxtəlif yerlərinə yayılmış olur. Amma yenə də sonda bu dövran yenə də gəlib qaraciyərdən keçdiyinə görə son metabolik məhsullar, orada yaranan müəyyən qədər toksiki dərəcəyə sahib olan maddələr belə yenə qaraciyərə gətirilir və tam orada son mərhələdən keçdikdən sonra metabolizmə uğradıldıqdan sonra orqanizmdən xaric edilir. Xaric edilmə də əsasən böbrəklər vasitəsilə həyata keçirilir. Hətta tək xaric olma deyil, bəzən dərman preparatlarının müəyyən bir qismi də böbrəklərin özündə zərərsizləşdirilir və ondan sonra sidik vasitəsilə orqanizmdən xaric edilir. Əgər bir şəxsin qaraciyər və böbrəkləri normal vəziyyətdə deyilsə, müəyyən patoloji simptomlardan belə deyək, əziyyət çəkirsə, dərmanı eliminasiyaya uğratması da və xaric etməsi də problemli vəziyyətə gətirə bilər. Ona görə o dərmanın təsiri tamam başqa cür, daha mənfi şəkildə özünü göstərə bilər və yaxud da heç təsir göstərməyə bilər. Bundan savayı yanaşı gedən xəstəliklər. Hər hansı bir dediyimiz kimi iki şəxsdə eyni xəstəlik belə olsa, onda həmin iki şəxsdə fərqli yanaşı xəstəliklər də ola bilər ki, həmin yanaşı xəstəliklər üçün təyin olunmuş müalicə əsasında qəbul etdiyi preparatlar belə onun qəbul etdiyi digər dərmanı bloklaya bilər və yaxud da parçalaya bilər ki, o da ona təsir etməz. Və ya dediyimiz kimi dərmanları doğru kombinasiya etmədiyimiz zamanda dərmanın təsirini görməyə bilərik. Məsələn, iki dərman qəbul olunduğu zaman əgər bu dərman biri digərini bloklayırsa, biri digərini parçalayırsa, həmin dərmandan heç bir effekt görə bilməyəcəyik. Ona görə də göstərilən bu faktorları nəzərə alaraq deyə bilərik ki, bir dərman, eyni dərman müxtəlif şəxslərdə müxtəlif formada təzahür edə bilər. İndi isə dərmanlar necə parçalanır o haqqında qısa məlumat verim. Bayaq dediyim kimi, əsasən qaraciyərdə ferment sistemləri vasitəsilə parçalanır, böbrəklər vasitəsilə xaric edilir. Deməli, dərman preparatları qəbul edərkən bu iki orqanın vəziyyəti çox əhəmiyyətli dərəcədə rol oynayır. Deyə bilərsiniz ki, digər orqanların burada təsiri yoxdurmu? Məsələn, niyə ağciyərdən söhbət getmir, niyə dalaqdan, niyə bağırsaqlardan söhbət getmir? Əslində bu digər orqanlar da dərmanların zərərsizləşdirilməsində, xaric olunmasında, yəni belə deyək, müdafiə kimi onun orqanizmə qovulmasında az və ya çox dərəcədə iştirak edirlər. Lakin burada əsas baş planda iştirak edənlər qaraciyər və böbrəklərdir. Bu o demək deyil ki, dərmanlar yalnız qaraciyər və böbrəklər vasitəsilə zərərsizləşdirilir. Dərmanın orqanizmə xaric olma yolları da müxtəlif ola bilər. Tənəffüs sistemi vasitəsilə nəfəs verdiyimiz havada xaric ola bilər, tər vəzlərimiz vasitəsilə xaric ola bilər. Hətta elə dərman preparatları var ki, göz yaşı vəzlərinin ifrazatı vasitəsilə xaric olurlar və yaxud da bağırsaqlar vasitəsilə, öd vasitəsilə xaric ola bilərlər. Eyni zamanda dərmanların xaric olmasında qaraciyər və böbrəklərdə yüklənmə halları müşahidə olunursa, məsələn, hər hansı bir yanaşı xəstəliklər və yaxud da ağırlaşma hallarında dərmanların orqanizmə xaric olması çətinləşsə belə, digər orqanların üzərinə 2 qat yük düşməyə başlayır. Onlar ya mədə vasitəsilə, mədən selülit quşası vasitəsilə, ya bağırsaqlar vasitəsilə xaric olurlar ki, bu da ayrı bir fəsad yaradır. Həmin maddələr bu orqanları da zədələyib əlavə bir patoloji hal ortaya çıxarırlar. Dərmanlar haqqında bilməli olduğumuz əsas vacib məsələlərdən biri də təbii ki, dozadır. Bir dərmanın zəhərdən fərqləndirən əsas məsələ onun dozasıdır. Vaxtilə yaşamış Paracels adlı bir əlkimyaçının dediyi kimi, zəhərlər çox aşağı bir dozada çox səmərəli bir dərmandır və səmərəli olan dərmanlar da yüksək dozalarda çox təhlükəli bir zəhərdir deyə bir deyimi var. Bu deyim də onu göstərir ki, dərmanlarda çox vacib olan şeylərdən biri məhz dozadır. Bu hər bir şeylərdir. İstənilən dərmanda, qida maddələrində, vitaminlərdə və s. və ilaxır. Yəni belə deyə bilərik ki, doza müalicə ilə zəhər arasında bir sərhəd xəttidir. Eyni dərman düzgün dozada müalicə əhəmiyyətli olur, artıq dozada isə artıq toksiki təsir göstərir, yəni zəhərləyici təsir göstərir. Buna da misal gətirə bilərik. Təbii ki,
hamının tanıdığı, bəlkə də dünyada kimdən soruşsanız, ən bilik səviyyəsi aşağı olan adamlardan bəlkə soruşsanız bilmiş ola bilərlər. Parasetamol preparatı. Bəlkə də hamımızın evində var. Parasetamol qeyri-steroid iltihab əleyhinə preparatdır. Yəni belə deyək, həm ağrı kəsicidir, həm qan duruldurucu təsiri var və ən əsas nə üçün istifadə edilir? Temperatur salıcı kimi. Parasetamol düzgün dozada təyin olunduqda onun biz müsbət təsirlərini görürük və müsbət təsiri ilə də müəyyən simptomları aradan qaldıra bilirik. Ağrını kəsirik, temperaturu aşağı salırıq. Bu kimi əsas funksiyalarını görmüş oluruq. Amma artıq dozdan keçəndə isə qaraciyərdə yüklənməyə səbəb olur. Qaraciyər axı onu zərərsizləşdirir. Artıq miqdarda olanda qaraciyərdə parasetamolu zərərsizləşdirən fermentdə artıq çatışmazlıq yaranır və ona görə də zəhərlənmə halı, ümumi zəhərlənmə simptomları da baş ağrısı, ürək bulanma, qusma, halsızlıq kimi əlamətlərlə özünü göstərir və hətta ölümə belə gətirib çıxara bilər. Ona görə dediyim kimi doza çox əhəmiyyətli bir faktordur. Belə, bu mövzu haqqında çox dərin, çox geniş danışmaq olar. Ətraflı məlumat da verə bilərəm. Daha dərindən izahatlar da gətirmək olar. Sadəcə hələ ki bizim bu hazırladığımız videolar yeni olduğuna görə bu qədər dərinliyə də keçmək istəmirəm. Çalışıram daha populyar, insanlarda daha çox sual doğuran şeylərə toxunum və bu haqda məlumat verim. Ona görə də əgər gələcək üçün irəliləyiş olarsa, bütün bunlar haqqında daha dərin, daha geniş və daha populyar mövzuları taparaq o haqda məlumat verəcəyim. Bu videodan da belə bir nəticəyə gəlirik ki, dərmanlar təsadüfi təyin olunmur. Dərmanların dərman səviyyəsinə gəlib çıxması, onların biz belə deyək, rahatlıqla qəbul edəcəyimiz səviyyəyə qədər gəlib çıxması üçün bir sıra proseslərdən, bir sıra yollardan keçmişdir və sonda artıq hamımızın əldə edə biləcəyimiz hala gəlib çıxır. Yəni dərmanlar hər biri konkret hədəfləri olan elmi şəkildə sübut olunmuş maddələrdir. Dərmanlar təbii ki, bizim düşmənimiz deyil. Düzgün istifadə etdiyimiz zaman onlar bizim həyatımızın ayrılmaz bir parçasına çevrilmiş olur. Sağlamlığımızın qorunmasında, yaxud da xəstələnmişiksə, sağlamlığımızın qayıtmasında lazım olan əsas vasitələrdən biridir. Təbii ki, hər bir şey düzgün, doğru yerində təyin olunmalıdır. İndi isə bu qədər. Sizlərlə mən Elvin idim. Əgər bu mövzular xoşunuza gəldisə, faydalana bildinizsə, o zaman kanala abunə olmağınızı, like qoymağınızı, şərh bildirməyinizi çox istərdim. Sağlam olun, salamat qalın.